Salam hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə şəxsi tikili bir ev çəkib təqdim edirəm. Mükəmməl evdir, həqiqətən də 6 sot torpaq üzərində tikilib evimiz. Gəlin mən sizə hamısına yaxşı çöldən çəkim göstərim, yerləşdiyi ərazini də. Bax, Xırdalan şəhəridir. Avparkın üst tərəfi, yolun arası 50 metrdir. Bax, burada düz 50 metrdir. Marşrut da düz buradan keçir. Bax, belə bir iri evdir. 140 kvadratdır ümumi sahəsi. 20'nin 30'adır. Bax, belə içində 20'nin 30'a. Yəni, burada kim istəsə ev tikməyi arxada da tikə bilər. Bir 4 dənə, 5 dənə çıxır orada ev. Yəni, ev tikən qardaşlar var. Bax, bu evi alıb, bax, bu atdelini satırsan, bax, buradan yol bırakırsan, ayrıca arxada tikirsən. Bax, həyətində sağ tərəfdə, bax, belə bir dekorativ ağaclar var. Evimiz 6 daş kürsü üzərində tikilib, tam qoşadaşdır. Fundamenti Sovetin beton kolonlarıdır. Keçir arxa tərəfə. Burada da cürbəcür ağacları var. Yəni, fındığıdır, gilasıdır. Belə bir palm ağacıdır. Yəni, cürbəcür sadəcə bura baxılmayıb. Bura baxılmayıb. Evdə hal-hazırda yaşayış yoxdur. Evin altı iri zirzəmidir, açmıram. 140 kvadrat, iri evdir. Bir daha sizə göstərim həyətin. Burada darvazası. Qalxaq evi içinə keçək. Bax, burada belə bir iri eyvanıdır. Yay qış otur burada. Çöldə. Olan ayaq yolsu. Pəncərələrin dəmir rişotkaları vurulub. Keçir evin içinə. Daxil oldu evimizin içinə. 2005-ci ildə tikilən evdir. Bax, burada iri bir mətbəxdir. İri bir mətbəx. Hamamla ayaq yolsu ayrı-ayrılığındadır. Burada ayaq yolsudur. Bu da ki hamamıdır. Qaz, su, işıq daimi. Evin internetidir, gördüyünüz kimi zeyti var, damafonu var. Ve burada iri bir zal. İri bir zaldır. Evimiz kombi sisteminden qızdırılır. Yaşayış deyil də, hal-hazırda yaşamırlar. Bu da ki belə bir yataq otağı. Bu da ki ikinci yataq otağıdır. Təmiz səliqəli evdir. Sənət kupçadır. Qiymət də ki 210.000 manat. Ərazidə bax, burada yolun qırağında minimum 35.000'dir. Elə torpaq qiymətinə verilir. Bax, bu ev torpaq qiymətinə satılır. Gəlin maraqlana bilərsiniz. Kim alsa Allah xeyir versin.